Həyatınızda baş verənlər sizə aiddir. Razılığınız olmadan toplanan və yayılan şəxsi məlumatlar səssiz təhlükə, görünməyən cinayətdir. Bir toxunuşla yayılan məlumatın məsuliyyəti kimdədir? Qanun sizi necə müdafiə edir? Bütün suallara studiyada beynəlxalq hüquqşünas Yeganə Hacıyeva, vəkillər Mirzəxan Kişiyev, Firzə Əliyeva, Bakı Dövlət Universitetinin Hüquq Fakültəsinin tələbəsi Nigar Qurbanzadə aydınlıq gətirəcəklər. Qanun və icra. Qanun və icra bu sadəcə veriliş deyil. Bu ədalətin canlı tribunasıdır. Vəkil Əkbər Yusifoğlu'nun təqdimatında birazdan. Unutmayın, bir məlumatın yayılması bəzən bir həyatın dağılması deməkdir. Şərur MTK-nın baş sponsorluğu ilə qanun və icra başladı. Şərur Mənzil Tikinti Kooperativinin sədri İsfəndiyar Axundov. Şirkət artıq 30 ildir ki, Bakı şəhərində mənzil tikməklə məşğuldur. Ona görə də çox böyük təcrübəyə malikdir. Yəni, binalarımız həm keyfiyyətli, həm dayanacaqlı, həm də vaxtında qazın suyun işığını veririk. Ona görə də biz müraciət edirik sakinlərə. Yasamalda, Sarayda, Xırdalanda, Qobuda mənzillərimiz var. Təmir evləri üçün 25.000 manat, təmirsiz üçün 5.000 manat ilk ödəniş olacaq və uzun müddətli mənzillərə sahib ola bilərlər. Qapımız hər zaman üz-üzə açıqdır. Salam, hörmətli tamaşaçılar. Qanun və icra proqramı biz yenə sizinlə. Bugünkü mövzumuz çox bir maraqlı mövzulardan biridir. Belə ki, vətəndaşın toxunulmazlıq hüququ ilə bağlı və onun barəsində qanuna zidd materialların toplanması, yayılması və saxlanılması və sosial şəbəkədə bu və digər formada istifadə edilməsi ilə bağlı fikir müzakirə aparmaq üçün çox dəyərli ekspertlər dəvət etmişik. Mən hesab edirəm ki, vətəndaşların toxunulmazlıq hüququ dedikdə Azərbaycan Respublikasının Konstitusiyasının 32-ci maddəsi, xüsusilə də digər maddi hüquq normaları var ki, onları biz irəliləyən dəqiqələrdə dəyərli ekspertlərimizlə paylaşacağıq. Biz bu günləri Qanun və İcra proqramına Şəhər Mənzil Tikinti Kooperativinin baş sponsorluğu ilə biz verişimizi ərsəyə gətirmişik. Şəhər Mənzil Tikinti Kooperativi Bakı və Bakı ətrafında 30 ildən artıqdır, çox mərtəbəli binaların tikintisi ilə məşğuldur. Təmiri evlər Şəhər Mənzil Tikinti Kooperativi tərəfindən 25.000 manata təklif olunur ilkin ödəniş kimi, təmir evlər isə 5.000 manat civarında təklif olunur. İstənilən vətəndaş hüquqşünasları ilə, vəkilləri ilə müqavilə şöbəsinə, hüquq şöbəsinə yaxınlaşıb Mənzil Tikinti Kooperativində, yəni şəhərdən söhbət gedir. İstənilən evlər maraqlana bilər və ilkin ödəniş təmir evlər üçün 25.000 manat, təmir evlər üçün 5.000 ödəməklə Bakı və Bakı ətrafında uzun müddətli hissə ödənişlər mülkiyə sahib ola bilərlər. Hörmətli tamaşaçılar, dəyərli ekspertlərimizi sizlərə təqdim edin, sonra biz mövzumuza qayıdacağıq. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü vəkil Mirzəxan Kişiyev, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Firzə xanım Əliyeva və Bakı Dövlət Universitetinin Hüquq Fakültəsinin tələbəsi Nigar Qurbanzadə. Xoş gəlmisiniz. Bizim digər ekspertimiz Yeganə xanım Hacıyeva belə də ki, mənəflərə görə gecikir. İnşallah da irəliləyən dəqiqələrdə bizim verişimizə qoşulacaq. Ümumiyyətlə, şəxsiyyət, vətəndaş, vətəndaşlığı olmayan şəxslər, Azərbaycanda yaşayan insanların toxunulmazlıq hüququ olan şəxsiyyəti, onların barəsində bu və digər formada qanunsuz, yəni qanun halda istisna olmaq şərti ilə söhbət biz indilərlə nə qədər araşdıracaq. Elə insanlar var ki, cinayət və cinayətkar qrupunun mütəşəkkil dəstənin üzvüdür. Dövlət tərəfindən onlar izlənilir, səs və digər məsələlər, yazışmalar nəzərdə götürülür və onlar belə deyək ki, ifşa olunması üçün dövlət tərəfindən müəyyən hərəkətlər olunur. Amma bəzi insanlar var ki, üzrədir, ziyalıdır, xeyirdə, şəhərdə oynayır, biri ailəsinə gedir istirahət mərkəzinə, biri də ki, çimərliklərə gedir. Görürsən ki, bunların müəyyən formada şəkillər çəkilib, bunların əleyhinə istifadə olunur. Hətta gələcəkdə bu hədə qorxunu tələb etməyə də yol açan bir norm ola bilər. Ümumiyyətlə, şəxsiyyət toxunulmazlığı ilə bağlı sizin fikirlərinizi öyrənmək istədik. Hörmətli Əkbər müəllim, bu mən deyərdim ki,
Azərbaycan Respublikasında bizim respublikamız artıq dünyada ən demokratik dövlətlərdən biridir. Yəni elə bir qanun layihəsi yoxdur ki, başqa dövlətdə mövcud olsun, bizim qanunlarda o təsbit olunmasın, əksini tapmasın. Bu demokratiya ilə bağlı bir haldır. Çünki biz elə bir dövrə 19-18-ci əsrlərdən 20-ci əsrin əvvəllərinə fərqli olub, biz 21-ci əsrdə yaşayırıq. İnsanların bir azadlıq hüququ deyilən demokratik və azadlıq hüquqları vardır. Bu Azərbaycan Respublikasının qanunları həm Azərbaycan Respublikasının konstitusiyasında, həm digər qanunlarda, məsələn, təminat hüququ haqqında qanun var. Bəlkə də bu təminat hüququ haqqında fərdi təminat hüququ haqqında qanuna bəlkə də insanların, hüquqşünasların başqa çoxlarının xəbəri yoxdur. Sonra azadlıq haqqında, azadlığa təminat verən digər qanunlar var. Cinayət Məcəlləsinin 32-ci maddəsində də bu haqda çox geniş yazılır ki, sizin toxunduğunuz məsələ və bir xırdalanır. Konstitusiyanın 32-ci maddəsində bəli. Xırdalanır ki, hansı? Fərdi təminat haqqında qanunun 10-cu maddəsində əksini tapır, açıqlanır ki, bu nədən ibarətdir? Məsələ burasındadır ki, bu nə üçün bu hallara geniş yer verilib? Ona görə geniş verilib ki, həqiqətən insanlar əmin-amanlıqda yaşasın. Heç kimin şəxsi həyatına, ailə sirrinə müdaxilə etməsin. Məsələn, şəxsi həyatın toxunulmazlığı fərdi məlumatların haqqında qanundadır. Fərdi məlumatlar arasında fərq var. Bəzi soruşula bilər. Adi vətəndaş nə bilsin ki, fərdi məlumat haqqında qanunda fərdi məlumatların yayılması, bir də var şəxsi həyatın müdaxilə etməsi. Amma bunlar fərqli məsələlərdir. Birincisi, fərdi məlumatlar insanın yalnız özünə aiddir. O şəxsdən söhbət gedir ki, məsələn, deyirlər ki, Məmmədov Həsən başının razmeri budur, at familiyası budur, nə bilim, bu. Elə ki, o gəlir onun ailə üzvlərinə toxunan məlumatları salırlar ora və digər məlumatlar. Bu oldu artıq şəxsi həyata müdaxilə edir. Fərdi məlumatla, bax, şəxsi həyat sirrinin pozulması başqalaşır. Bir var fərdi məlumatlar versən, bir var şəxsi məlumatlar versən. Bu ikisi eyni termin deyil, bunlar ayrı terminlərdir. Fərdi məlumatlar fərdin özünə aid. Hər bir ailədə hər bir şəxs bir fərddir. Mən bunu biraz qanunda nəzər tutduğundan fərqli deyirəm ki, insanlar başa düşsün. Əlbəttə ki, məqsədimiz ondan ibarətdir. Hər bir ailənin 5 üzvü var. Hər biri bir fərddir. Hər biri məktəbli deyil, biri ali məktəbdə oxuyur, ata, ana, hərəsi bir müəssisədə işləyir. Onun hər bir fərd haqqında məlumatı özünün haqqında, məsələn, bu qızın 18 yaşı var, falan qonşuda yaşayır və sevdiyi oğlan var, falan kəsdən hər gün bir yerdə. Bu fərdi məlumatlardır. Yalnız ailənin üzvünün fərd haqqında birinin məlumatı və bəlkə heç o qız istəmir ki, onun nişanlısı oğlanın adı hardasa çəkilsin. Yəni ki, nişanlı deyil, hələ görüşürlər də, səmimi görüşləri var. O hansı qız, hansı oğlan istəyər ki, onun görüşdüyü qız oğlanın adı mətbuatda və ya qəzetdə, qəzet səhifələrində, mətbuatda, televiziyada, sosial şəbəkələrdə hallansın. Bunu heç kim istəməz. Əgər bunu kimsə toplayır və bu məlumatı hansı sosial şəbəkədə verirsə, artıq fərdi məlumatların yayılmasına yol verir. Bu isə birbaşa qadağandır. İkincisi, şəxsi məlumatlar. Bir də görürsən ki, ailənin özünə məxsus sirləri var. Ailə sirrin, bu ailənin haqqında məlumatlar verir. Qızı filan kəsərə gedib, oğlu filan kəslə evlənib, ümumiyyətlə o evləndiyi qız budur. Mənfi fikirlər sosial şəbəkədə formalaşdırırlar. Bu şəxsi həyata müdaxilədir və birbaşa qanunsuzluqdur. Ona görə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsində bunlar tamamilə açıqlanır. 32-ci maddəsində. Bəli. Konstitusiyanın 32-ci maddəsində. Konstitusiyamızın bəli 32-ci maddəsində bunlar hamısı sadalanmışdır. Mən hələ konstitusiyanı demirəm. Cinayət Məcəlləsinin 156-cı maddədə toxunulmazlıq hüququna bağlı. Cinayət Məcəlləsində göstərir ki, hətta tutaq ki, indi müasir biz texnologiya dövründə yaşayırıq da. İndi gedirsən toylarda görürsən ki, bir dənə aparat uçur yuxarıdan çəkiliş aparır. İndi bu toyun içindədir, yol verilən haldır. Bunu hamı bilir ki, bu aparat burada çəkir.
Yəni Amma məqsəd həmin burada aparatdan digər halları araşdırmaq, toplamaq üçün deyil. Bəli. Zaten bu yığıncağı, bu digər hallar üçün toyu- deyil, toyun şəklini çəkir. Bəli. Amma həmin aparatdan, həmin aparat hər bir adam, hər bir ailə, hər bir şəxs əldə edə bilər. Alır, gətirir, özündə saxlayır. Bir də görürsən ki, ya qonşunun, ya başqa bir digər yerdə bir adamın böyük bir həyəti var, villası var, hündür əsarı var. Onu işə salır, qaldırır ya, onun həyətində Çəkiş aparır. kəmis şəkil gətirir, nələr var. Sabah sosial mediada buraxır ki, filan kəs o filan kəs dövlət məmurudur, yaxud şirkət müdürüdür, yaxud belədir. Bu cür bu hardan əldə edilir? Bu artıq sirri pozdu. Şəxsi həyata girdi, bu adamın həyatına müdaxilə edir, bu ailənin həyatına. Yəni, uçuş, ona deyirlər, o aparatların adı belədir də, pilotsuz uçuş aparatları. Bəli. Saatlı və drone kimi istifadə olunur. Pilotsuz uçuş aparatları vasitəsilə kiminsə şəxsi həyatına müdaxilə eləməyin özü tam qanunsuzdur. Aydındır. Çox sağ olun. Məclisindən dəyərli belə fikirlərinizə görə, geniş şərhlərinizə görə müdafiə olunur. Hətta qanun o hissədə 2 ilə qədər həbslə müəyyən eləyibdir. Aydındır. Aydın. Nigar xanım, xoş gəlmisiniz. Nigar xanım bizim Bakı Dövlət Universitetinin hüquq fakültəsinin tələbəsidir. Mən hesab edirəm ki, gənclərə hər zaman yer verildiyi kimi, bugün də biz hesab edik ki, gənc tələbələrimizdən birini verilişimizə dəvət edək və onu da gələcək bizim kimi komandanın içində fikirlərini paylaşaq. Buyurun. Özellikle hər birinizi salamlayıram və bu verilişə məni dəvət etdiyiniz üçün təşəkkür edirəm. Ayrıca bugün belə bir maraqlı və aktual, müasir dövrümüz üçün çox aktual olan mövzu seçdiyiniz üçün də sizə ayrıca təşəkkürümü bildirirəm. Bu mövzudan danışarkən mən birinci istəyərdim ki, mövzumuzun adı razılıq olmadan şəxsi məlumatların toplanması, istifadəsi və yayılması olduğu üçün ilk növbədə məncə şəxslərə şəxsi məlumat nədir, ondan danışmaq lazımdır. Buyurun. Və Mirzə müəllim də qeyd elədiyi kimi ilk növbədə qeyd eləməliyik ki, həmin bu şəxsi məlumatların qorunması, şəxsi toxunulmazlığın qorunması Respublikamızda yəni əksər mövzularda olduğu kimi burada da bu məsələdə konstitusiyamızla dəstəklənir. Yəni konstitusiyada 32-ci maddədə təminat hüququ ilə bağlı. Bəli, Konstitusiyanın 32-ci maddəsində şəxsi toxunulmazlıq hüququ qeyd olunmuşdur. Bundan əlavə olaraq mən bayaq şəxsi məlumatın nə olduğunu şəxslərə aydınlıq gətirmək üçün qeyd elədim ki, deməli Azərbaycan Respublikasının şəxsi məlumatlar haqqında qanunundan biz danışmalıyıq. Və burada da qeyd olunur ki, şəxsi məlumat müəyyən edilmiş və ya müəyyən oluna bilən hər hansı bir fiziki şəxsin haqqında mövcud olan hər hansı bir məlumatdır. Və biz bura nələrə aid eləyə bilərik? Şəxsin adı, soyadı, ola bilsin sağlamlıq vəziyyəti, ailə vəziyyəti və həmçinin bura bəzən foto və şəkillər, eyni zamanda səs yazıları da daxil olunur. Və mən istəyərdim şəxslərə bunu bildirim ki, yəni hüquqi biliyi az olan şəxslər bunu bilməlidirlər ki, onların əgər razılığı olmadan şəxsi məlumatlarından istifadə olunubsa, yayılıbsa və ya ötürülübsə, bu zaman onların həmin məlumatların silinməsini və yaxud da ki, mülki qaydada kompensasiyasının əgər haqlıdırlarsa, mülki qaydada kompensasiyası qaldırılması məsələsi kimi hüquqları var və bu eyni zamanda Ali Məhkəmənin plenum qərarında da öz əksini tapmışdır ki, şəxsiyyət hüquqlarının qorunması barədə plenum qərarı vardır ki, biz burada əsas məsələ, iki mühüm məsələ vardır ki, burada əsas ilk məsələ o olmalıdır ki, şəxsin razılığı olubmu ya olmayıbmı? Digər bir məsələ isə ondan ibarətdir ki, ictimaiyyətə məsələnin, məlumatın açıqlığı məsələsidir. Yəni, əgər məsələn, belə bir nümunə çəkə bilərik ki, şəxs özü açıq bir profil işlədirsə və burada öz əlaqə nömrəsini, təhsili ilə ya da şəxsi həyatı ilə bağlı hər hansısa bir məlumatı açıq paylaşıbsa, digər bir şəxs, ya fiziki şəxs, ya da ki, hüquqi şəxs və ya hansısa kütləvi informasiya vasitəsilə media bu məlumatdan istifadə eləyərək onu paylaşmışdır. Şəxslər bilməlidirlər ki, bu zaman cinayət və inzibati məsuliyyət yaranır. Ancaq Ali Məhkəmənin plenum qərarı bunu belə izah eləmişdir ki, əgər şəxs özü açıq şəkildə profil hesabında bunları paylaşıbsa, bundan istifadə zamanı məsuliyyət yaranmır. Necə? Məsələn, mən sizin vəkil Əkbər müəllimin özü nömrəsini paylaşıb və mən həmin nömrəni istifadə eləyərək o nömrəni hər hansı bir şəklin üzərinə qoyub Əkbər müəllimi digər şəxslərə tövsiyə eləyirəm, vəkil kimi tövsiyə eləyirəm. Bu zaman heç bir məsuliyyət yaranmır ki, sən Əkbər müəllimin nömrəsini niyə ictimaiyyətə paylaşmısan? Əkbər müəllimə münasibətdə hər hansı bir hədər qorxu ilə
sosial şəbəkədə şəkilləri belə deyək ki, eybəcər hala salıb Bəli. paylaşım eləsə, o halda siz söyləyin ki, məsuliyyət yaranır. Yəni eşidənlər bilsin. Bəli. Yəni bunu ona görə deyirik ki, həmin hallarda cinayət məsuliyyəti yaranmır. Ancaq əgər təbii ki, həmin şəxsə münasibətdə onun şəxsi nüfuzuna və ya şərəf və ləyaqətinə aşağılayıcı ton şəklində bu paylaşılmışdırsa, bu məlumat informasiyaya çevrilmişdirsə, bu zaman təbii ki, məsuliyyət yaranacaq. Eyni zamanda burada plenum qərarında əlavə olaraq şərəf və ləyaqətin alçaldılması zamanı və yaxud ümumiyyətlə şəxslərin şərəf və ləyaqətinin alçaldılmasında müdafiəsini tələb etməsi üçün məhkəməyə müraciət etmək hüquqları var. Və biz ilk növbədə bunu şəxslərə bildirməliyik ki, şəxslərin əgər razılıqları olmadan məlumatları paylaşıldı, istifadə edildi, bu zaman şəxslər nə etməlidir? İlk növbədə həmin məlumatı istifadə edən, informasiyaya çevirən və ya kütləvi informasiya vasitələrində istifadə edən şəxslərə bu məlumatın silinməsini dərhal, yəni silinməsini xəbərdarlıq verməlidirlər. Bəli. Füzə xanım, xoş gəlmisiniz. Çox sağ olun. Füzə xanım, Ailə Məcəlləsinin 13.7-ci maddəsində həkim sirri ilə bağlı, yəni belə rəsmi nigaha girən həkim belə deyək ki, müayinəsindən cütlüklər, nigahların rəsmiləşdirən zaman tibbi müayinənin keçməsi ilə bağlı qanun göstərişi var. Orada da bir ifadə var ki, tərəflərdən birinin hər hansı bir xəstəliyi aşkar olmazsa, bu həkim sirridir. Mən xatırlayıram, daha illər öncə mən digər qardaş kanallarında bu proqramı aparan zaman bir vətəndaş bizə müraciət eləmişdi və qeyd eləmişdi ki, mən filan rayondanam, məsələn, götürək bir nisbi Xankəndi şəhərində yaşayıram, bir xanımla ailə qurmasının həmən qanun tələblərinə əsasən mən tibbi müayinədən keçdim və həkim qız tərəfə məlumat verdi ki, məndə filan xəstələr var və həkim bu sirri yaymışdı. Ondan sonra mən deyirəm, həmən kənddən köçüsü oldum. Artıq mən deyirəm, yaşaya bilmədim və köçüsü oldum. Bununla bağlı, bax, fərdi məlumatlar və həkim sirri yayılması və məsuliyyətlə bağlı. Xoş gəlmisiniz. Çox sağ olun Əkbər müəllim. Həmişəki kimi çox aktual mövzuları işıqlandırırsınız. Buna görə də ayrıca təşəkkür edirəm sizə. Hal-hazırda biz vəkil kimi fəaliyyət göstərdiyimizə görə məhkəmələrin icraatında və digər hüquq mühafizə orqanlarının icraatında həqiqətən bu işlərlə bağlı yetərincə qədər araşdırma mövzuları var, araşdırma işləri aparılır. Bildirmək istəyirəm ki, həqiqətən Ailə Məcəlləsində, eyni zamanda Azərbaycan Respublikasının təbii ki, təməl qanunu olan Konstitusiyada, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə, eyni zamanda Cinayət Məcəlləmizdə və yekunda da qeyd eləmək istəyirəm ki, deməli, dekabr ayında 2025-ci ildə Ali Məhkəmənin plenum qərarı da qəbul olundu. Bu, şəxsi toxunulmazlıq məsələləri ilə bağlı, şəxsi sirlərin yayılması və s. Bunlar çox yerinə düşən məsələlərdir. Baxın, elə bir yaxşı misal dediniz. Həmin misalla bağlı bildirmək istəyirəm ki, təbii ki, bu qanunvericilikdə qeyd olunub. Qanunvericilikdə də qeyd olunan hər bir məsələ müəyyən dövrlərdə baş vermiş hadisələrlə bağlı yaranmış praktikadan tətbiq olunur. Belə ki, Azərbaycan Respublikasının qanunvericiliyində də deməli Ailə Məcəlləsində o məsələlər sonradan yaranmış məsələdir ki, deməli şəxslər hər iki şəxs nigaha girdiyi zaman onların barəsində müəyyən bir tibbi müayinə həyata keçirilir və tibbi müayinənin nəticəsinə görə şəxslərin bir-birindən ailə qurmasının nəticəsində bu da təbii ki, gələcəkdə tibbi cəhətdən xəstə uşaqların qarşısının alınması və digər məsələlərlə bağlı tənzimlənən məsələdir və həkim sirri təbii ki, orada qeyd olunan məsələ ilə bağlı artıq siz qeyd elədiyiniz kimi, əgər belə bir sirri, deməli, həkim öz məsuliyyətini dərk eləyib, həmin sirri yalnız müayinənin sahibinə, yəni şəxsin özünə bildirməli idi. Əks tərəfə bildirməsi, bu şəxslərin də hüquqi cəhətdən bəlkə də məsuliyyətlərini dərk eləmədən bu məlumatların yayılması artıq bir şəxsə gördüyümüz kimi böyük bir zərər vurmuşdur. Şəxs daimi yaşayış yerini dəyişmək məcburiyyətində belə qalmışdır. O ilə bağlı qanunvericilikdə məsuliyyətlər nəzərdə tutulub, həm inzibati məsuliyyət, həm də cinayət məsuliyyəti nəzərdə tutulmuşdur ki, bu ilə bağlı qanunvericilikdə cəza nəzərdə tutulub. Cinayət Məcəlləsində müəyyən alternativ cəzalar, eyni zamanda Mirzə müəllim qeyd elədiyi kimi, hətta azadlığın məhrum etməyə qədər və məhdudlaşdırmaya qədər cəzalar nəzərdə tutulub. Hesab edirəm, bu düzgün tətbiq olunan məsələdir. Çünki Konstitusiya qanunvericiliyində də qeyd olunub ki, şəxsiyyətin hüquqları bu anadan gəlmə
hüquqlardır. Eyni zamanda ailə sirrinin qorunması, şəxsin orada çox bir gözəl ifadə var. Ali Məhkəmənin plenum qərarında mən bu oxuyanda ən çox belə diqqətimi cəlb eləmişdi. Qeyd olunub orada ki, bir şəxsin şəxsiyyətinin, onun məlumatlarının qorunması, toplanılmasının yol verilməməsi şəxsin özünü təhlükəsiz və cəmiyyətdə rahat hiss etməsinə xidmət eləyir. Məncə bu çox gözəl bir ifadədir. Çünki biz bayaqdan qeyd edirik bunları. Şəxs təbii ki, bir dəfə bir toyda, hər hansı bir məclisdə ola bilər ki, tutalım ki, illər qabaq bir oynayıb və yaxud da bugün... Mən tanıdım bəzi məmurlar var ki, öz oğlunun toyuna qol götürüb oynaya bilmir ki, çəkib sosial şəkildə paylaşacaqlar. Mən də onu qeyd edirəm. Yəni hakim dostlarımız var, hakim insanlarımız var, prokuror, məhkəmə, vəkil. İnanırsan, öz evladının xeyir işində qol götürüb oynaya bilmir ki, kimsə gəlib bir gün başda çəkib sosial şəkildə paylaşırlar. Məlumatın saxtalaşdırılması var da, ötürülən məlumatın. Sosial şəbəkələrdə bunu müasir texnologiyanı çəkirlər. Sonra onu saxtalaşdırırlar. Bəli. Hətta sənin oynadığın, sənin qohumun və yaxın ailə üzvün olmasına baxmayaraq, onu müasir texnologiyanın onun başqa qadından qızla əvəz edirlər. Bütün bunlar həqiqəti əks etdirməyən məlumatlarla əvəz edirlər. Müzəmən dediyi kimi, həqiqəti əks etdirməyən. Bu ilə bağlı da şəxslərin hətta şəxsi həyatından başqa işgüzar nüfuzuna ciddi zərər vururlar. Çox ciddi. İnsanlar var ki, məsələn, 10 il bundan qabaq hər hansı bir müəyyən bir vəzifədə fəaliyyət göstərməyib, indi hal-hazırda təyinatlı bir vəzifədə fəaliyyət göstərirsə, qeyd elədiyiniz kimi, hər hansı bir sosial şəbəkədə bugün onun, tutalım ki, bir ailə məclisində hər hansı bir formada oynaması və s. hərəkətinin bugün başqa formada cəmiyyətə təqdim olunması artıq onun barəsində böyük bir fikir ayrılığına, mənfi fikirlərin yaranmasına səbəb olur. Bu səbəbdən də hesab edirəm ki, bu məsələlərlə bağlı üzləşən şəxslər mütləq qaydada hüquq mühafizə orqanlarına müraciət eləməli və yaxud da mülki mübahisə olduqda isə bu ilə bağlı təzminatını tələb etməlidir. Amma sizin dediyiniz o qərarda çox gözəl bir yanaşma var. Hətta örf dünyasını dəyişmiş şəxslərin barəsində sosial şəbəkədə hər hansı bir paylaşım varsa, onun belə də qanun üzrə vərəsələri və ailə üzvləri onun belə deyək ki, hüquqlarının təminatı kimi çıxış edir. O belə deyək ki, bu müəllif hüququn, mən demirəm, müəllif hüququ yaradıcılıqla bağlı hissədir. Amma onun özü ilə bağlı çıxışları, görüntülərin sosial şəbəkədən silinməsini tələb etmək hüququ vardır. Buyurun, Nigar xanım. Buyurun, Mirzə müəllim. Yox, nəyə demək istəyirdim? Biz hüquqşünaslar, biz vəkil olduğumuza görə bunu daha çox rastlaşırıq. Son vaxtlar mənim özümə də çox elə zəhlər gəlir. Adətən insanlar soruşur ki, mən məhkəmədə işim var, amma bu məhkəmələrlə bağlı bir 5 ay, 3 ay bundan əvvəl mənimlə bağlı olan adamın səsini yazmışam. O bilmir mən onun səsini yazdığımı, amma həqiqi məlumat oradadır. Mən onu məhkəməyə verə bilərəmmi, təqdim edə bilərəmmi ki, baxın, bu öz danışığıdır. Mənim telefonum daimi yazır. Kimlə, bunu da yazmışam. Əgər həqiqəti üzə çıxartmaq istəyirsə, qulaq asın. Bu məsələni ona görə çəkirəm ki, bəzən vəkillər özləri də bu arada fikirləşir. Çünki qanunda başqa cür yazılır. Qanunda yazılır ki, qanunu yolla əldə olunmuş məlumatlar əsasdır. Bu, bütün qanunlarda elədir. Amma onun ikinci hissəsi də var. İkinci hissəsi necədir? Deməli, konstitusiya qanunda, bir də cinayət məcəlləsində bu nəzərdə tutulubdur. Qanun, bəli, bütün məlumatlar qanun yolu əldə olunmalıdır. Sən çünki vətəndaşın səsini yazsansa, o bilməlidir ki, sən onun səsini yazsan. Ancaq qanunda nəzərdə tutulur ki, əgər zəruri hallarda həqiqətin üzə çıxması üçün, istintaq və məhkəmə vaxtı həqiqətin üzə çıxarılması üçün, terror məlumatla bağlı hadisələrin üzərə çıxarılması üçün təqdim olunmuş həmin o səs yazısından istifadə etmək olar. Bu, məhkəmənin mülahizəsindən asılıdır. Orada o vaxt 5 ay bundan qabaq bu bir-birindən söhbət eləndə adi danışıqdır, bu yazılıbdır. Amma həqiqət orada olduğu kimi var. Onu verirlər, ekspertizə keçirilir, görülür ki, həqiqətən də həmin adamın səs yazısıdır. Bu vaxtı ilə bu hadisəni danışıb ki, bu belə olub, belə olub. Həqiqətin və obyektivliyin təmin etməsi üçün məhkəmə onu nəzərə ala bilər, həmişə yox. Məhkəmə desə ki, qəbul eləməsə, o da haqlıdır, çünki dəyər ki, sən qanunsuz yoxdur. Çox sağ olun, Mirzə müəllim. Bizim bir reklamımızdan sonra biz reklam sonra qayıdacağıq. Şərur MTK-nın baş sponsorluğu ilə qanun və icra reklamlardan sonra davam edir.
Hörmətli tamaşaçılar, biz Şəhər Mənzilli Kooperativinin baş sponsorluğu ilə Qanun və İcra proqramı ARB kanalından yayımlanır. Biz şirkət olaraq ilkin olaraq təmirli evlər 25 min manat təklif olunur və təmirsiz evlər isə Şəhər Mənzilli Kooperativ tərəfindən 5 min manat təklif olunur. İstənilən şəxs şirkətə müraciət edə bilər. Hüquq şöbəsinə, müqavilələr şöbəsinə və Bakı və Bakı ətrafında Şəhər Mənzilli Kooperativ tərəfindən tikilən çoxsaylı binalarla tanış olub. Hüquqşünaslarla, vəkillərlə yaxınlaşa bilərsiniz. Müqavilənin şərtlərindən yaxından tanış olub və ilkin ödəniş qeyd etdiyim kimi Şəhər Mənzilli Kooperativ tərəfindən təklif olunan 25 min manat təmirli evlər, 5 min manat isə təmirsiz evlərlə müqavilə bağlayıb uzun müddətli hissə ödənişlə Şəhər Mənzilli Kooperativinin tikdiyi çoxsaylı binalara mülkiyyət hüququ əldə edə bilərsiniz. Şəhər Mənzilli Kooperativi təklif edir ki, həmən binaların dayanıqlığı, təmiri və eyni zamanda qazın, suyun, işığın vaxtına verilməsi bütün öhdəliklər Şəhər Mənzilli Kooperativinin üzərindədir. Bugünkü mövzumuz çox bir maraqlı mövzudur. Mən də bu cəmiyyətin vətəndaşıyam, mən də bu dövlətin bir vətəndaşı olaraq sosial şəbəkələrdə bu və digər formada vətəndaşlarım aşılayan informasiyalar və qardaş kanallarda, sosial layihələrdə və digər kanallarda və TikTok sosial şəbəkələrdə birdən görürsünüz ki, bir qadın, bir kişi çıxır, bir insanın talihi ilə bağlı belə deyək də, el arasında belə bir ifadə, ağzına gələn danışır, müəyyən fikirlər söylənir. Bir insanın bir stres vəziyyətə düşməsi, belə deyək, affekt vəziyyətə düşməsi, koma vəziyyətə düşməsi, xəstəliyin baş qaldırması və digər və verilən məlumatların hətta həqiqət olmuş olsa da belə cinayət törədilməsinə şərait yaradır. Elə insanlar var ki, məsələn, körpə vaxtı dənizin qırağında ailəsinə bir yerdə istirahət edib, onun şəklini çəkib, bəlkə də milli məclisin üzvüdür, bəlkə də hakimdir, bəlkə də o bizim kimi vəkildir, bəlkə də bir rayonda bir prokuror işləyir. Onun hər hansı bir, belə deyək, geyim formasına asılı olaraq bəzi ifadələr var ki, adam işlətmək istəmir. Həmin sosial şəbəkədə paylaşmağa görə də onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu və cəmiyyətdə olan, belə deyək ki, şəxsiyyətini aşılamağa yönələn fikirlərlə bağlı bugün dəyərli ekspertlərimizə fikir alırıq. Buyurun, Nigar xanım, buyurun. Bəli, şərəf və ləyaqətlə bağlı mən Ali Məhkəmənin plenum qərarından danışmaq istəyərdim. Biz burada ümumiyyətlə əgər şəxsin şərəf və ləyaqətinə toxunan hər hansısa bir məlumat paylaşılıbsa, bu zaman şəxsin nə vaxt deməli məhkəməyə müraciət etmək hüququ yaranmış olur? Biz bundan danışmalıyıq. Deməli, əgər şəxsin şərəf və ləyaqətinə toxunan, onun şərəf və ləyaqətinin alçalmasına səbəb olan hər hansısa bir mənfi rəy deməli, kütləvi informasiya vasitələri vasitəsilə informasiya çevrilərək yayılmışdırsa, məsələn, bizim bu hüquq fakültəsində yaxın zamanda bir hadisə baş vermişdi ki, bizim də başımıza bu kimi bir hadisə gəlmişdi. Deməli, bizim şəkillərimizdən, profil şəkillərimizdən, hətta açıq səhifə işlətmədiyimiz halda belə profil şəkillərimizdən deməli, onun üstünə nalayiq ifadələr yazaraq TikTok şəbəkəsində paylaşılırdı. Biz bu zaman mən bayaq da qeyd elədim, şəxs ilk növbədə həmin bunu paylaşan, informasiyayı çevirən şəxsə bildirməlidir, dərhal silinməsini, xəbərdarlıq etməlidir. Əgər bu xəbərdarlıqdan bir nəticə əldə etmədisə, bu zaman nə edə bilər? Bu zaman Kibercinayətkarlıq Mərkəzinə, ombudsmana və ya məhkəməyə müraciət edə bilər. Biz də eyni şəkildə Baş Prokurorluğun Kibercinayətkarlıq şöbəsinə müraciət eləmişdik. Bunun nəticəsində onun haqqında ibtidai araşdırma başladı. Hələ də davam eləyir. Şəxs hazırda ibtidai araşdırmada, yəni onun məsələsi davam eləyir. Deməli, bundan əlavə isə mən qeyd eləmək istəyərdim ki, şəxsin bu şərəf və ləyaqətinin toxunulması zamanı məhkəməyə müraciət etdikdə onun iddiası nə vaxt təmin oluna bilər, nə vaxt təmin olunacaq? Bayaq qeyd elədim ki, ilk növbədə deməli şəxsin bu məsələlərdə ona diqqət yetirir, məhkəmə nəyə diqqət yetirir? Ona diqqət yetirir ki, şəxsin məlumatları həqiqətən onun şərəf və ləyaqətini ləkələyən bir məlumatdır. Və şərəf və ləyaqətini ləkələyən məlumat dedikdə nə başa düşürük? Bu məlumat o deməkdir ki, yəni ictimaiyyətdə hansısa bir konkret qrup içərisində, konkret şəxslər dairəsində o şəxs haqqında həmin məlumatın paylaşılmağı mənfi rəy yaranmasına səbəb olub və daha sonra isə bu birinci şərtimizdir bizim. Daha sonra isə məlumatın doğru olmaması vacibdir. Məlumat doğru olmamalıdır bu zaman və məlumatın doğru olmaması isə həqiqətə uyğun olmaması deməkdir. Məhkəmə bu zaman iki şərtdən əlavə üçüncü şərti də diqqət yetirir ki, həqiqətən məlumatın yayılması. Məlumatın yayılması isə nədir? Yəni məlumat təkbətək hər hansısa bir şəxsə bildirilibsə, bu məlumatın yayılması demək deyil. Yəni əgər
o informasiyaya çevirərək kütləvi informasiya vasitələrində və mediada bunu paylaşıbsa və yayılması dedikdə əsas biz diqqət edirik, qeyri-müəyyən şəxslər dairəsinə bu məlumatın ötürülməsi zamanı şəxs artıq məhkəməyə müraciət etmək hüququ qazanır. Yəni deyə bilərik ki, bu 3 şərt olduqda şəxsin iddiası təmin olunacaq və burada isə iddia təmin olunandan sonra məhkəmədə cavabdehin üzərinə, bu çox maraqlı bir məsələdir ki, məhkəmədə cavabdehin üzərinə belə bir öhdəlik qoyula bilər ki, həmin məlumatları mediada necə paylaşmışdısa, onun təkzib olunmuş versiyasını da mediada eyni şəkildə paylaşmalıdır. Yəni belə bir öhdəlik cavabdehin üzərinə qoyula bilər. Məncə bu çox ədalətli bir öhdəlikdir. Mən sizə inandırıram ki, bu gün Azərbaycanda elə bir kənd yoxdur ki, orada belə deyək ki, bir atalar sözü var. Simsiz radyo deyilən bir qadınlar var, kişilər var. Əgər o fərdi yazışmada, fərdi danışıqda mən bir informasiyanı Pürüzə xanıma verirəmsə, Pürüzə xanım ola bilər də bu və digər formada o simsiz radyo deyilən insanlar ki var, onlar sosial şəbəkədən aktivdir. Bugün Azərbaycan hər bir kənddə də var, həm obada da var, mənim də tərəfim var, sizin də tərəfinizdə var. Söhbət ondan gedir ki, bu günləri məsələn, saytlar var, vətəndaşlar götürür, şikayət yazır. Məsələn, Mirzə müəllimə şikayət yazır ki, Mirzə müəllim belə deyək ki, mənə 10 manat alıb vermir. Siz inanırsınız, o saytlar götürür, dələduzdur, ağzına gələni yazırlar. Amma məhkəmənin qərarı olmadan, dövlət orqanı araşdırması nəticəsi olmadan bir insana dələduz ifadəsini işlətmək özü məsuliyyət yaradır. Mən ona görə demək istəyirəm ki, bugün, bax, bizi efir arxasından bizi dinləyən vətəndaşlarımız var. Əgər sizin saytlardan və sosial şəbəkə üzərindən hər hansı bir adınız, soyadınız və peşə fəaliyyətinizlə bağlı hər hansı bir informasiya varsa, bizim vəkillərimizə müraciət edin. Həmən informasiyanın təqsib olunması və sizə dəyən maddi və mənəvi ziyanın ödənilməsi və xüsusilə də həmən o saytlardan silinməsi ilə bağlı biz fikir mübadiləsi aparıq ona görə ki, bunu etmək mümkündür. Və xüsusilə də görürsünüz ki, məsələn, Mirzə müəllim şəxsiyyəti, hakim təcrübəsi var, prokuror təcrübəsi var, vəkil təcrübəsi var. Bunun məsələn, hansısa bir qohumu evlənib boşanıb. Boşanan orada, evlənən orada, burada Mirzə müəllim şəklini qoyurlar ki, tanınmış hakimin ailə özü, qohumu boşanıb. Boşansın da. Tutar ki, mən Əkbər Yusufoğlu 15 ildən artıqdır canımı, qanımı, bütün hüquqi düşüncələrimi Azərbaycan qanunlarının təbliğinə və vətəndaşların maarifləməsinə qoymuşam. Mənim oğlum evlənib boşanıb, onun mənim bu peşə fəaliyyətimin aidiyyəti var. Yəni, bunun özü, birinci bir deyək də, efir dediyin adam bəzi ifadə işlətmir. Bu hansı qanuna sızır? Çünki o özü yazanın, özü o, belə deyək ki, o bizim əski bir kinomuz var, deyək ki, o ruçka tutmağı sizə, qələm tutmağı sizə kim örgədir? Yəni, bilirsiniz, elə bir şey var ki, informasiya almışsan lap yaxşı. Mən tanışsınız, Nigar xanım tanışsınız, Bürüzə xanım tanışsınız. Qarşı tərəfin fikrini örgən, sonra qarşılıqlı bir fikir yazsan, əgər jurnalistsənsə, araşdırmazsansə, dağda bir dənə o ifadəni işlətmək çoban mənim üçün müqəddəsdir. Yəni, 100 dənə qoyunu idarə edib evinə gəlib gedən adam, deməli, ağlı başında da insandır. Cəmiyyətdə nüfuz sahibidir ki, bunu idarə eləməyə bacarır. Heç bir cəmiyyətdə nüfuz olmayan insanlar götürsən, komiklər yazır, ağzına gələni yazır. Çünki bunun nə təhsili var, nə tərbiyəsi var, nə əxlaqı var. Buyurun. Əkbər müəllim, siz necə dediniz ki, hansı qanuna sığır? Bunun hamısının altında bir məsələ var. Mədəniyyət qanunu. Bəzi insanların bu cür hərəkətləri sırf mədəniyyətlə bağlıdır. Yəni, onun mədəni səviyyəsi çatmır ki, bu işə müdaxilə eləmək lazımdır, yoxsa lazım deyil. Heç görmürsünüz ki, bütün Azərbaycanın kənd rayonlarından olan adamların əksəriyyətində bu cür problemlər olmur, bu cür məsələlər qaldırılmır. Hamı öz işi ilə, gücü ilə məşğuldur. Bu fəhlək kəndli kolxozçusu, yaxud yüksək universitetlərdə akademiklər var, akademiyalar var, universitetlər var, böyük müəllimlər var, professorlar var, müəllimlər var, ziyalı təbəqə var. Bu ziyalı təbəqə heç başı gedib bu cür axmaq işlərə qoşur, qoşmaz dünyasında. Onun nəyinə lazımdır ki, toyda qız nətər oynadı, oğlan nətər oynadı. Amma əhalinin bir orta təbəqəsində, indicə Nigar xanım da deyildi ki, hətta bizim də başımız əlif institutda oxuyan, universitetdə oxuyan uşaqların əksəriyyəti belə hesab edir ki, tam mükəmməl ziyalıdır, yaxud mükəmməl bir təhsilli, bir ağlı başlı oğlan qızdır mı? Onların hələ düşüncəsi formalaşmayıb. Bəzən o düşüncə formalaşmayan düşüncə ilə bir-birinə böyükdən atırlar, təhqir atırlar, hörmətdən salmaq üçün bu qız o oğlanı, oğlan bu qızı nüfuzdan salmaq üçün müəyyən. Bunlar bir sadəcə olaraq
onun hələ özünün mədəniyyətinin formalaşmadığı anlardır. Elə məsələlər var ki, şu qanunda nəzərdə tutulmayıb ki, bir oğlanın bir qıza, bir qızın oğlana yersiz söz atması, təbii ki, onun özləri bir-birinə cavab verir. Bu mədəniyyətlə bağlı olan məsələlərdir. Ona görə də bizim burada bu cür ki, əhalini maarifləndirmək üçün biz yığışırıq bura həftədə bir dəfə sözlər. Bu xalq üçün çox lazımdır. Amma onun başında bir dənə mədəniyyət deyilən bir məsələ var. Əhalinin mədəni səviyyəsi daimi yüksəlməlidir. Belə bizim çalışdığımız da olur. Bəli, sözünüzə qüvvət demək istəyirəm, icazə versək qeyd edeyim. İndi hal-hazırda bu sosial şəbəkələrdə yayılan, siz çox düz dediniz, bu kənd yerlərində və s. və ilaxır, onlarda indi bu, bilirsiniz, hər kəsin yaşadığı mühitdən asılı olaraq kommunikasiya səviyyəsi var və Nigar xanım buyurdu ki, tələbələrin bugünkü gündə, yəni o tələbələr cəmiyyət üçün gələcəkdə onlar hər hansı bir təyinatlı vəzifədə işləyəcək şəxslərdir. Bugün bu tələbələrə qoyurlarkən, yəni mən bu əxlaqsızlıqla bağlı ifadələr istədirlər. İnanırsan, adamlar var ki, ciddi addım atar özünə qarşı. Bəli, əlbəttə bu tələbələrin bugün, bilirsiniz, bugünkü gündə onların gələcəyi hələ qarşıdadır və onlar təbii ki, cəmiyyətə yararlı insanlar olacaqlar və bugünkü gündə onların şəkillərin altından hər hansı bir nalayiq ifadənin yazılıb yerləşdirilməsi bu cəmiyyət üçün böyük bir problemdir. O tələbələr sabah biri hüquq tələbəsinin tələbələri gələcəyin hakimi, gələcəyin hüquq müdafiəçiləridir. Məhkəmədə ədalət mühakiməsini həyata keçirdəcək hakimlər ola bilərlər. Dövlətin hüquqlarını qoruyacaq ittihamçılar ola bilərlər. Gələcəyin vətəndaşların hüquqlarını qoruyacaq vəkillər ola bilərlər. Ədalətin səsini ucaldan şəxslər olacaqlar ki, onlar barəsində bu cür məlumatların yol verilməsi qətiyyən yol verilməzdir. Bildirmək istəyirəm ki, çox mən sevindiyim bir hal var ki, hal-hazırda hüquq mühafizə orqanları bu işlərlə çox ciddi məşğul olurlar. Son zamanlar belə TikTok və WhatsApp üzərində sosial şəbəkədə 1 manat, 2 manatın müqabilində bir insanı ifşa edək, mən filankəsin saiti var, deyək, məsələn, Pürzə xanım, Əhbəl mənim orada şantaj eləyək, hədəqə oxuran pul tələb eləyək, bu informasiya bizdə var, biz bunu verə bilərik, gəlin bizdən görüşün. Bu var, cəmiyyətimizdə var bu insanlar. Canlı yayın açırlar müəyyən şəxslər, müəyyən məlumatlar verirlər. Ədəbiyyatda yumor hissi deyilən bir termin var. Yumor hissi ədəbi termindir və yumor yaxşı bir termindir. İnsanın yumor olmalıdır, normal insanlar. Amma bəziləri şit zarafatla, axmaq bir zarafatla yumoru qarışdırırlar. Elə istəyir yaxşı hərəkət eləsin. Əksinə, bütün aləmi qarışdırır bir-birinə. Yumor hissi insanda, böyük şəxsiyyətlərdə çox güclü olur həmişə. Amma sən o yumor hissini elə tərzdə deyə bilərsən ki, o böyük bir nəticəyə gəlib çıxa bilər, böyük bir faciə yaradar, ondan cırnayarlar, ondan əsəbləşərlər. Ona görə, bax, mən əvvəlcə də dedim ki, mədəni səviyyə biliklə bağlıdır. Mən həmişə deyirəm ki, insan daim oxumalıdır, daim işləməlidir, üzərində öyrənməlidir. İnsanın mədəni səviyyəsi yüksək olmayanda hər cür səhvə yol verir, hər cür... Bax, bir məsələ deyim, mən öz məhkəmə təcrübəsindən deyirəm. Son illər o azalıbdır. Əvvəllər götürüb evlərdən, qəfildən ya cavan bir oğlan, bir qız götürüb səhvdir. Mən neçə dəfə özüm heyləşə baxmışam. Polisə məlumat verir, ya başqa bir orqana məlumat verir, ya zəh vurur, deyir ki, filan müəssisəyə bomba qoyulub. Deyir, qoyur. Bu bədbaxt başa düşmür ki. Bu yanlış bir məlumatdır. Yanlış məlumatın dalında nə dayanır? Elədiyi hərəkətin hüquqi 297 maddə dayanır. Neçə nəfər, bəli, hüquqi nəticəsini 6 il, 7 il, 8 il iş alan oğlan qızlar olubdur. Ki, bu başa düşmür ki, çünki əgər bu terror barədə məlumat verir artıq. Bomba, kim qoyur bombanı? Bir nazirliyin, filan nazirliyin binasına bomba qoyur. Məcburdular nazirliyi boşaltsın dövlət. Ora bütün zadlar, tək polis gəlmir, polis gəlir, fövqəladə hallar gəlir, MTN gəlir, başqaları gəlir. Binanın təcili məlumat verirlər, bina boşalır, insanlar o günü iş fəaliyyəti pozulur. Axtarırlar, tapılır, görürlər yox. Sonra bu hardan ki zəng gəlib, bu zəng eləyən, görürlər məktəbli bir qızdır. Özüm baxmışam o işə. Məktəbli bir qızdır. Götürürlər bunu, niyə zəng edir? Bu nə zəng edir? Yox, elə belə, mən elə belə zarafat edirəm. Bu düşüncədirmi? Nəticədə onun özü
terror haqqında məlumat vermə gedir o. Bəli, bəli. Yalan məlumat. 7-8 il işğalıq gedir. Mən onu bildirmək istirdim ki, insanların bəzən məsələn TikTok şəbəkəsində çox təəssüflər olsun ki, təhsilsizlikləri ilə mən hesab eləyirəm, savadlarının az olmasına əlaqədardır ki, məlumat verirlər. Bəli, demək istəmədim. Mən deyirəm ki, o doğru düzgün məlumat verməyən dövlət orqanlarının, qohum əqrəblərini çaşdıran adamlar xəstədir. Bəli, onlar dövlətin xəstədir. Belə deyək ki, normal adam bu addım atar. Yox, əlbəttə yox. Onun rüsva olduğunda problemlər var. Hüquq mühafizə orqanlarının da vaxtını alırlar. Bu insanlar başa düşmürlər ki, öz hərəkətlərinin hüquqi nəticəsini dərk eləmirlər insanlar. Bəzən məsələn bilmirlər ki, bu hərəkətin nəticəsində onlar hansı hüquqi məsuliyyətə cəlb oluna bilərlər. Məsələn, reklam olsun deyə, bəli, reklam olsun deyə məsələn canlı açan insanlar var ki, məsələn izləyirik, görürük ki, bəli, məsuliyyətə cəlb olundular. Çünki onlar sadəcə olaraq bugünkü gündə bu reklam olunsun, hər hansı bir formada cəmiyyət ondan danışsın deyə bu hərəkəti eləyir. Onun hüquqi nəticəsi nə qədər ağır olsa, hesab eləyirəm ki, bir o qədər yaxşı olar. İnsanlar məcbur olarlar nəyisə öyrənsinlər, oxusunlar. Siz sözünün qüvvəti, yəni fikriniz gəlin davam elətdirin. Bax, bu günlər belə bir tendensiya ilə rastlaşmışıq. Məsələn, dəvət edilir bir dənə müğənnini. Abi boşanıb. Bunun ailəsində falan problem var. O çıxır bunu aşırır, o çıxır bunu aşırır. Cəmiyyətimizdə bir nümunəvi, belə deyək ki, bir insan qalmır. Yəni, o sahənin adamdan söhbət gedir. Əgər biz bu günləri qanun və icra proqramı olaraq bizə verilən o vaxt civarında vətəndaşlarımızı məlumatlandırma və maarifləndirmək istəyiriksə, bizim üzərimizə bir missiya da düşür. Bilirsiniz necədir? Cəmiyyətdə elə insanlar var ki, istəmir ki, onun kimsə şəklini sosial şəkildə paylasınlar. Məsələn, mən də ailəmlə, evlatlarımla bir yerə gedir. Görürüm ki, biri gəlir, şəxsən mənim oturduğum stolda belə selfie öz şəklini çəkir. Mən məcburən yolumu çörəm bu tərəfə. Onu kamera düşünməmək üçün. Bilsən, olmaz. Bilsən, bəzi adamlar var ki, deyək ki, dünya şöhrəti aktyordur, ya və futbolçudur, idmançıdır. Ged ondan nə qədər şəkil çəkdirsən, çəkdir. O razılıq verir axı. Hətta görürsünüz, futbol oyunlarında məşhur futbolçulardan kimsə girib şəkil çəkdir, mühafizə onlar yıxır yeri, onlar tərk sahili uzaqlaşdırır oradan. Həmən idmançı da görür, yaxınlaş demir ki, yox, gəlsən mənə şəkil çəkdir. İstisna hallarda görürsən, az yaş uşaqlara münasibətdə. Yəni, bugün cəmiyyətimizdə hədə qorxulan tələb etmək ünsitu var. Biz bunları aşkar eləmişik. Buyurun, ona da danışıq edirəm. Mən o ilə bağlı bildirmək istirdim ki, bəli, elə oradan başladığım tələbələrlə bağlı. Tələbələr olsun, məsələn, bunlar gələcəkdə hər hansı bir vəzifə və yaxud da digər adamlar olsun. O bir anda həmən tələbə gedib başqa bir adam atıb özünün qəsd etsin, nə olacaqdı? Bəli, ondan başqa da, məsələn, hədə qorxu ilə tələbə etmək... Bir nəfər inanacaqdı, bir nəfər inanmayacaqdı. Bugünkü gündə tutalım ki, 10 il bundan qabaq hansısa bir toyda oynamış adam bugün müəyyən vəzifə sahibidir. Onu məsələn, telefonuna zəng edirlər ki, belə bir görüntü var, biz bunu paylaşırıq və siz bunun müqabilində... Altında məşhur bir kinoda bir fraz da var. Oynamaqlarına bax, 8 min pul vermişəm. Bəli, çox yayılmış bir videoda həqiqətən o. Onu insanlar dərk edir. Biz burada həqiqətən cəmiyyəti maarifləndirmək üçün oturmuşuq. Hesab edirəm ki, gənclərimiz bəlkə də baxırlarsa nə gözəl, nəticə çıxartsınlar. Şəbəkələrdə məşhur olmaq üçün daha başqa yollardan istifadə eləsinlər. Nəinki insanların həyatı ilə oynamaqdan. Qeyd elədiyim kimi, həmin məlumatların yayılması insanların təkcə şəxsi mənafeyinə, şəxsi toxunulmazlığını pozmur. Bəzi insanların işgüzar nüfuzuna ciddi zərər vurur. İşgüzar nüfuza zərər vurmaqdan Nigar xanım qeyd elədiyi kimi məhkəmə qətnamələri var ki, həmin məlumatı təksib etməkdən başqa dəymiş maddi və mənəvi ziyanı ödəmək məcburiyyətində qalırlar. Axırıncı plenum qərarında vurğulanır ki, əgər bir tanınmış sənətçi, vəkil, prokuror, hakim, məmur, əgər bu ailəsində 15 il bundan qabaq boşanma varsa, həmən boşanmada hər hansı bir verişdə, istər sosial layihələr olsun, istər ciddi verişlər olsun, istər əyləncə verişlər, orada o ifadə yayılıbsa, həmən şəxs uşaqların 1-2 yaşı vardı. Artıq o uşaqların 18-19 yaşı dərk edir. Anasının 15 il bundan qabaq, 20 il bundan qabaq, həmən o layihədə, həmən verişdə işlətdiyi ifadələr bir gün o uşaqlara psixoloji təsir edir. Həmən uşaqlar, həmən informasiyanın silinməsinin axırıncı plenum qərarında özəksini tapıb. Bəli, unutmaq. Əkbər müəllim, mən unudulmaq hüququ ilə asatlıq haqqında qanunda belə bir termin var ki, indi bilirsiniz də, sosial hər yerdə nədir bu senzura götürülübdür. Bəli. Senzura indi yoxdur. Bəli. Senzura qadağandır. Bəziləri başlayır ki, senzura nədir? Senzura odur ki, keçmişdə bütün idarə müəssisə təşkilatlarda, televiziyaların, hər bir televiziyada və başqa dövlət orqanlarında bir nəfər iştirak olurdu, otururdu. Bütün məlumatlar əvvəl ona gəlirdi, nəzərdən keçirilirdi. Baxırdılar ki, bunu efirə buraxmaq olar, yoxsa olmaz.
Bu təxminən səhv eləmirəmsə 90-cı ildə götürüldü senzura. Senzuranın adını dəyişib qadağalar qoymuş. Elə qadağalar var ki, bizə də olur qadağalar. Ondan danışmaq olmaz. Amma senzura başqa bir institutdur. İndi qadağa başqa bir institutdur. İndi elə bizim elə qanunda da elə yazılıb ki, senzura götürüldü. Senzura sözü qalır Azərbaycan dilində. İndi senzura olmadığına görə çoxları çıxır, bəxti həm mədəni səviyyəsi çatmır, ya bilik səviyyəsi çatmır, ya düşüncəsi çatmır. Nə gəldi danışır. Nə gəldi danışandan sonra ölkədə aləm qarşı bir-birinə. Prokuror, polis və məhkəmə 5 gün, 10 gün, hər hansı bir sahə. Ancaq şəbəkələr onunla danışır. Sonra da görürlər ki, bu mənasız bir şeymiş. Amma indi mən hiss edirəm ki, çox yuxarı və ziyalı təbəqədə tez-tez bu məsələ qayıdırlar ki, senzura bərpa olmalıdır. Mən də onun tərəfdarıyam. Bəli, senzura bərpa olmalıdır. Televiziya bütün aləmə bir ağıldan kəm çıxsın oradan nəsə desin. Toxunmazla bağlı mövzumuza girək. O bəzi məsələlər var ki, nə? Yox, elə bizim mövzuda da o senzura. Yox, bir də unudulmaqla bağlı bir hüquqla bağlı bir məsələni məsələn məsələn dünyasını dəyişən insanların belə deyək ki, hər hansı bir hüququ ilə bağlı və Cinayət Məcəlləsinin 156-cı maddəsində şəxsin toxunulmazlıq hüququ var ki, onların paylaşması ilə bağlı. Bax, xahiş edirəm o istiqamətdə danışaq. Elə danışdığımız o işin içindədir. Məsələ burasındadır ki, İnsan qanunvericidə belədir ki, biz burada bir şəxsi toxunulmazlıq hüququndan danışırıq. İnsanların şərəf və əlaqətin mühafizəsi ilə bağlı, təminatı ilə bağlı söhbət, o ailə sirrinin yayılmasından söhbət gedir. Bunlar hamısı bir-biri ilə bağlı və bir-birindən çoxlaşan məsələlərdir. Sadəcə olaraq bu gün insanın bir nəfərin həyatın, dünyasının dəyişməsi o demək deyil ki, onun yaxın vaxtlarda həyatına əlaqəsi kəsilir. Onun ailəsi var, onun övladları var, onun nəvələri var. Bəzən görürsən ki, bəzən görürsən. Hal-hazırda mənim özümün icraatında bir iş var. Bu iş deməli 100 il bundan qabaq bu ailənin başçısı ölüb. Amma 100 ildən sonra bu ailənin qanun sənəd üzərində hüquqları hələ də var. O vaxt ki, qanundan təsdiq olunur. Bax, filan yerdə yerləşən torpaq sahəsi dövlət tərəfindən verilib bunlara. İndi bunun nəvəsi çıxıb meydana, deyir ki, bu torpağı verin mənə. Mənim atamın əmlakıdır. Bəli, belə də araşdırsan, belə durursun, görürsən ki, qanunlar, görürsən ki, bəli, doğrudan indiyənində torpaq sahəsi qorunub, saxlanıb. Neynəmək lazımdır? Bəli, qanundur. Qanun 3 günə, 2 günə qüvvədən düşmür ki, Amerikada Xartiya qanunu var da, 250 il bundan qabaq qəbul olunub, hamısı olduğu kimi də saxlanılır. Bizim 100 il bundan qabaq olan qanunda əgər bu adamın dövlət tərəfindən verilibsə, bunun hüquqları onun hüququdur. Bu gün onun nəvəsinin ixtiyarı var ki, məsələni qaldıra və Azərbaycan dövlətindən bunu istəyə. Hal-hazırda bu məhkəmə baxışındadır. Aydındır. Yəni, belə hallar sizin dediyiniz kimi, insan ölüb getsə də onun hüquqları qorunur. Ölüb gedən haqqında da onun ölünü biabır etmək, ailə sirrini pozmaq, o məsələnin əgər ona böhtan atılacaqsa, nəvəsi qaldıracaq. Həmin məsələ. Plön müqərrəndə də özünə əksən. Bəli, indi necə ki, torpaq məsələsini qaldırır, eləcə də gödüb qaldıracaq ki, mənim babam belə olmayıb, yalandır, budur. Bizim vaxtımızda yekunlaşmaq üzrə əlvanız vardı. Ali Məhkəmə Plenum qərarı çox maraqlı haldır ki, həmin məsələni artıq aktuallaşdırıb. Unudulma ilə bağlı. Bəli, unudulmaqla bağlı. Əgər hər hansı bir vaxtda, yəni əvvəlki illərin münasibətdə paylanılmış məlumatlar öz bu gün aktuallığını itiribsə və onun vərəsələrinə münasibətdə dəyişirsə, unudulmaq mən buradan hüququna qanun və müraciət icra proqramı edə bilər. aparıcısı kimi bütün dövlət orqanlarına, bütün dövlət strukturlarına, Daxili İşlər Nazirinə, Baş Prokurorluğa və Milli Təhlükəsizlik Nazirliyimizə və digər dövlət orqanlarına, məhkəmə sistemimizə öz adımdan və komandamızın adından minnətdarlığımızı bildiririk ki, bu gün sosial şəbəkədə insanların bir-birini aşılaması ilə bağlı hər bir şey, istəyir kiber cinayətkar olsun, hamısı nəzarətdədir və nəzarətə götürülüb və bu cinayət törədən şəxslər qısa müddətdə layiqli cəzasını alacaqdır. Hörmətli tamaşaçılar, bizə ayrılan vaxt yekunlaşmazdır. Sağ olun, gələn görüşlərə qədər Allah dövlətimizi və millətimizi qorusun. Şərur Mənzil Tikinti Kooperativinin sədri İsfəndiyar Axundov. Şirkət artıq 30 ildir ki, Bakı şəhərində mənzil tikməklə məşğuldur. Ona görə də çox böyük təcrübəyə malikdir. Yəni binalarımız həm keyfiyyətli, həm dayanacaqlı, həm də vaxtında qazın suyun işığını veririk. Ona görə də
biz müraciət edirik sakinlərə. Yasamalda, Sarayda, Xırdalanda, Qobuda mənzillərimiz var. Təmir evləri üçün 25 min manat, təmirsiz üçün 5 min manat ilk ödəniş olacaq və uzun müddətli mənzillərə sahib ola bilərlər. Qapımız hər zaman üz-üzə açıqdır. Şərur MTK-nın baş sponsorluğu ilə qanun və icraya baxdınız.